Hər birinizi yeni bir vlogdan salamlayıram. Ümid edirəm ki, yaxşısınız. Sizin üçün yeni bir vlog başlamaq qərarına gəldim və vlogumu da belə təmizliklə başlayıram. Otağımı yığışdırıram. Sadəcə bu dəfə dərinləməsinə bir təmizlik etməyəcəm. Çünki bugün işlərim həddindən artıq çoxdur. Hal-hazırda səsləndirməni edirəm və Alina yanımdadır. Sakit dayanmır. Ona görə də əlavə səslər gəlsə üzürlü sayın. Bugün mənim işlərim həddindən çoxdur və çox olmasının səbəbi də ondan ibarətdir ki, biz bildiyiniz kimi keçən həftə qonaqlarımız var idi. Bazar günü gəlmişdilər. Bu dəfə də fərqli qonaqlarımız gəlir və mən demək olar ki, eyni menyunu bir həftə ərzində 2 dəfə hazırlayıram. Düzdür, bu çox yorucu olsa da mənim üçün həqiqətən də çox xoşdur. Bizdə belə bir adət var ki, yəqin sizdə də belədir. Uşaq doğulduqdan sonra uşağı görmək üçün yanına gəlirlər və təbrik edirlər. Qaynanam bu aralar əməliyyat olduğuna görə biz belə qonaqlıqları falan saxlamışdıq. Çünki qaynanam durub gəzə bilmirdi normal. İndi artıq yaxşıdır. Demək olar ki, yaxşılaşır get-gedə. Buna görə də elə fikirləşdik ki, kim gəlmək istəyirsə bu aralarda gəlsin. Və mən əsas işlərimə başlamamışdan əvvəl istədim ki, otağımı yığışdırım. Artıq neçə gündür ki, belə hazırlıq görürəm, evləri yığışdırmışam. Amma bugün əsas gündür, yəni qonaqlarımız bugün gəlir. Dünən bütün salatları filan hər şeyi hazırladım. Sadəcə salatların içində bir neçə atılmalı bir şeylər qalıb. Onları əlavə edəcəm və əvvəlcə otağımı yığışdırıram ki, heç olmasa otağım təmiz olsun. Ondan sonra mən digər işlərimi görüm. Siz isə mənim videomu izləyin. Mən lazım olduğu zaman sizləri məlumatlandırmaq üçün səsləndirmə edəcəm. Burada da Alinanın paltarlarını ayırıram ki, hansıları yuyulmalıdır. Bunlar yuyulsun. Çünki Alinanın paltarları yığılıb qaldığı zaman mənim üçün çətin olur. Bu aralar Alinaya paltar geyindirməkdə, paltar tapmaqda çətinlik çəkirəm. Və sizə də xoş izləmələr. Siz məni izləyin, mən də işlərimi görüm. Bugün bir neçə yemək bişirəcəm. Yeməklərin çoxunu demək olar ki, özüm etmişəm. Sadəcə dolmaları qaynanam eləyib və bir sıra işlərdə mənə kömək edib. Ayağı tam sağalmadığına görə mən istəmirəm ki, çox işi o görsün. Ona görə də bir çox işi günlərə bölərək özüm etməyə çalışıram. Sizə də xoş izləmələr. Qızlar, sizə bu arada güllərimizi göstərmək istəyirəm. Bildiyiniz kimi Alinanı görməyə gəlmişdilər bizim qohumlarımız və bunları da gələrkən rayondan xalam oğlu gətirmişdi. Hal-hazırda otaqda elə gözəl qoxu var ki, mən yəni sizə buradan ötürə bilmirəm bunu, təəssüf ki. Burada ev sakinləri yemək yemişlər. Ona görə də mən də paltarımı filan dəyişdim. Gəldim ki, stolun üstünə əvvəlcə yığışdırmaq lazımdır. Çünki mən işlərimi burada görəcəm. Buna görə də əvvəlcə ətrafı təmizləyirəm ki, rahat formada işlərimi görəm.
İndi sizinlə birlikdə market alışverişimizə baxaq. Gördüğünüz gibi 3 manat 72 qəpik tuttu bu qədər banan. Bunlar balaca bananlardır. Market alışverişimizdə sizə göstərdikdən sonra artıq başlayırıq biz yeməklərə. Gün ərzində bir çox işləri qaynanamla növbələşərək etmişik. Çünki həm də Alinaya baxmaq lazım idi. Və qaynanam da dolmasını filan etdikdən sonra mən gəlirəm. Artıq dünəndən hazırladığım belə hazır xəmirlərin içində ətdir. Bu ətə mən keçən dəfə sizə reseptini bölüşmüşdüm. İçinə bir kartof da doğrayıram, balaca kartof, xırda-xırda və ətlə birlikdə bişirdikdən sonra bu milföy xəmirlərinin içini doldururam və başqa bir şey əlavə etmirsiniz. Çox gözəl olur, həm də süfrədə çox gözəl görünür. Bundan sonra da üstlərini yumurtalayıram, amma mənim burada sizə çəkmədiyim bir şey var ki, bunların üzərinə yumurtanı çəkdikdən sonra küncüt və çörək otunu birləşdirib, qarışdırıb üstünə səpirəm. Sadəcə bunu unutmuşdum. Sobaya qoyduqdan sonra isə yadıma düşdü və yenidən çıxarıb onları əlavə elədim. Bu hissəni isə sizə çəkmədim. Çünki artıq son nəticəni onsuz sizə çəkəcəm. Sonra elə artıq qalmış yumurtaya bir yumurta da əlavə elədim. 2 qaşıq da qatıq əlavə elədim və saykök, birazca da aş üçün süzdüyüm düyüdən də əlavə edəcəm və bu formada qazmaq hazırlayacağım. Demək olar ki, bizim evdə aşı çox zaman mən hazırlayıram. Dadlı da alınır. Bu dəfə isə sadə bir formada aş elədim. Çünki sobada toyuq da hazırlayacağıq. Buna görə də elə aşın sadə olması yaxşı idi. Bu vloqda mən sizə hazırladığımız bütün yeməkləri yox, sadəcə bir neçəsini göstərəcəm. Çünki bir neçəsini artıq sizin üçün əvvəlki vloqlarda göstərmişəm. Və düşündüm ki, hər dəfə eyni şeyləri sizə göstərsəm, bu sizin üçün yorucu olacaq və sizə xoş gəlməyəcək. Buna görə də bəzilərini göstərdim. Düzdür, mən aşı hazırlayarkən bir neçə dəfə sizin üçün vloq çəkmişəm. Sadəcə bu dəfə daha aydın şəkildə istədim ki, daha səliqəli formada çəkim. Həmişəki qaydamda hazırlayıram, sadə formada, belə sarıköklə eləyirəm. Qızlar, inanın ki, son zamanlar vloqları çəkmək, onları səsləndirmək mənim üçün həddindən artıq çətinləşib. Çünki Alina mənim bugünə qədər görmədiyim hərəkətləri eləyir və əlinə nə düşsə çalışır ki, elə ağzına aparsın. Hal-hazırda bu səsləndirməni edərkən də o qədər hərəkətlər eləyir, ayaqları üstümdə, özü fırlanır başqa yerə, nə isə keçirib ağzına aparmağa çalışır və mənim üçün həqiqətən də çox çətindir. Düzdür, sağ olsun ki, biraz sakitlik yaradı mənim üçün. Sizə belə əlavə səslər çox gəlməsin, amma yenə də mənim üçün həqiqətən də çox çətindir və xoşdur eyni zamanda da. Mən çalışıram ki, təmizlik etdiyim zaman hissə-hissə edim. Eləcə də yemək bişirdiyim zaman da bunu edirəm. Çünki qablar biraz çoxaldıqca onlar yığılıb qalır və sonradan birlikdə yumaq çətin olur. Buna görə də elə aşı üçün çıxan qabları çalışıram ki, burada yuyum və dəsmallayım ki, sonradan çünki bu qablar mənə yenidən lazım ola bilər və mənə lazım olduğu zaman da onları təmiz formada tapa bilim.
Qızlar, artıq gördüyünüz kimi mənim bu sobaya göndərdiklərim də bişib və son halı belədir. Həm çox dadlı, həm də görüntüsü çox gözəl alınmışdı. Bundan başqa keçirəm lavaş arası demişdim mən sizə keçən dəfə bunu hazırlamağa. Burada elə bir çətin bir şey yoxdur, ancaq çox dadlı bir qəlyanaltılar alınır. Və bu içliyi mən dünəndən hazırlamışdım, soyuducudaydı, çıxardım. Buna mayonez, biraz ketçupdan əlavə edəcəm, qarışdıracağım. Sonra da vlogda gördüyünüz kimi lavaşların arasına əlavə edəcəm. Qızlar, bu arada sizdən bir xahişim, əgər mənə dəstək olmaq istəyirsinizsə, kanalıma abunə olmağı, rəy yazmağı və videolarımı bəyənməyi unutmayın. Mənim üçün bunlar çox vacibdir. İstəyirəm ki, qısa müddətdə heç olmasa 2000-ə çataq və bunu da tək edə bilmərəm. Sizin dəstəyiniz mənim üçün bu yolda vacibdir. Burada da lavaşlarımı gördüyünüz kimi kəsdim. Ortadan böldüm. Bunlar iri lavaşlar deyil, orta ölçülü lavaşlardır. Çalışın ki, bunlardan istifadə edin və içliyi bu formada qoyuram və bükürəm. Çox sadədir. Bunu da bundan sonra yağda qızardacağım. Çalışın yağını çox eləməyin, çox qızartmayın. Sadəcə hər tərəfi biraz qızarsın, kifayətdir. Bunu elədikdən sonra mənə təşəkkür edəcəksiniz ki, belə bir resepti mən sizinlə bölüşmüşəm. O cümlədən də süfrədə də çox gözəl görünür. Qızlar, bunları bitirdikdən sonra gəlirəm. Sizlər üçün salat, paytaxt salatı hazırlamışdıq. Dünəndən hazırlamışdım daha doğrusu. Bu dəfə də içinə xiyarı doğramamışdım. Çünki sulanmasın deyə. Bugün də bunun artıq içliyini tamamlayacağım. Çünki artıq salatı da birazdan qarışdırmalıyam. Düzdür, mən sizdən son nəticəni, hər şeyin son nəticəsini göstərmədim. Sadəcə istədim ki, əsas məqamları, bəzi məqamları sizə çatdırım. Və sizin üçün də məncə belə daha maraqlı oldu. Və burada da başlayıram artıq toyuğu hazırlamağa və 2 toyuğu doğrayıram. Doğradıqdan sonra yaxşıca yuyursunuz. Çalışın ki, suyu yaxşıca süzülsün və toyuqlar quru olsun. Mən toyuqların artıq suyunu salfetka vasitəsilə götürdüm. Çalışın ki, siz də belə edin, çox sulu qalmasın. Bundan sonra da bütün ədviyyatları, onsuz da vlogda hər şeyi göstərirəm. Onları da qarışdırdıqdan sonra 1-2 saatlıq soyuducuya qoyuram. Çünki qonaqların hələ də gəlməyinə çox var. Və mən onlar gələnə yaxın bunları sobaya atacağım və orada qızardacağım. Sadəcə bu vlogu çəkdikdən sonra bir şey diqqət elədim ki, çalışın toyuqları ayrı-ayrılıqda atın. Çünki belə 2 toyuq bir yerdə bişdiyi zaman suyu çox çıxır və qızarma müddəti uzanır. Buna görə də çalışın ya bir yarım ya da toyuqları ayrı-ayrılıqda qoyun.
Qızlar, vloqumun sonuna çatırıq artıq. Mən sizə bu vloqa baxdığınıza görə təşəkkür edirəm. Ümid edirəm ki, sıxılmadınız. Daha maraqlı vloqlar gələcək. Sadəcə bir müddətlik mən də səbirli davranmağa çalışıram ki, Alina birazca da böyüsün və mənim üçün daha yaxşı şərait yaratsın ki, mən sizə maraqlı vloqlar çəkim və onları səsləndirim. Və sonu da elə Alina ilə bitirmək istədim. Çox sağ olun ki, mənə belə dəstək olursunuz. Videolarımı bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik növbəti vloqlarda görüşərik. Sağ olun.